yolumuz Qarabağadır. Çiçəklərlə, daşlarla, ağaclarla danışmağa gedirəm. Bizi Hind arxında dostlarımız qarşılayacaq. Birlikdə Minkəndə gedəcəyik. Orada dostumuz Laçınlı, Laçının dostu İlqar bizi öz alaçığında qarşılayacaq. Artıq Şuşa, Laçın yolundayıq. Buraları keçən il gəzdim. Ona görə yan keçirik. Geri dönüşdə inşallah bir daha ziyarət edəcəyəm. Yolüstü Rusya indik. Burada səhər yeməyini yedik və yolumuza davam etdik. Bahar fəsli, yaz ayları gələndə süsənli sümbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Xəstə üçün təpəsində qar olur, hər cür çiçək açır, laləzar olur, çeşməsindən ab-ı həyat car olur, dağıdıb möhnəti məlalı dağlar. Yazın bir ayıdır, çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığınağın, axtarmam otalın, yağın, qaymağın, zəmbur çiçəyindən balalı dağlar. Yayın əvvəlində dönərsən xana, son ayda bənzərsən yetkin bostana, payızın zəhməri qoyur virana, dağıdır üstündən cəlalı dağlar. Gahdan çiskin tökər, gah duman eylər, gah gəlib gedəni peşiman eylər, gahdan qeyzə gələr, nahaq qan eylər, dinşəməz haramı halalı dağlar. Ağ xalət bürünər, zərnişan geyməz, heç kəsi dindirib keyfinə dəyməz, sərdara söz deməz, şaha baş əyməz, qüdrətdən səngərli qalalı dağlar. Köçər ellər düşər səndən aralı, firqətindən gül rəngimiz saralı, Ələsgər Məcnun tək yardan aralı, gəzər səndə dərdli, nalalı dağlar. Bizim maşınımız yatağa yaxınlaşa bilmədi. Onlar bizi gəlib alaçığa gətirdilər. Dostlarımız bizim üçün bir dıbır kəsmişdi. Çox ləzzətlə yedik, bərəkətli olsun. İlqarla Laçın heyvanların yanına getdilər. Biz də bir qədər ətrafı heyran-heyran seyr elədik. Artıq bəlli idi ki, getmək istədiyimiz yerə bizim maşın gedə bilməyəcək. Odur ki, bu saf ürəkli dostumuz İlqar bizi öz maşını ilə gəzdirməyə həvəslə girişdi. Yolüstü Ağbulaq şəlaləsinə bir salam verdik və Şəlvə dərəsinə yol aldıq. Onun altındasınız. Ay çok oldu. Şeytan madem sanıyorum. 。 . 。 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 . 。 。 . 。 。 . 。 。 . 。 。 。 。 。 . 。 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
Sen çok dedik. Onlara var kaldı. Artıq axşam düşdüyü üçün yol uzunu video çəkə bilmədim. Budur, biz indi dostumuz Laçının evində, yurdundayıq. Kebab bişirdik, çay dəmlədik, yedik, içdik. Sonra da qapısız, pəncərəsiz evdə yuxuya bənzər ab-hava içində yuxuya getdik. İnanın dostlar, səfərdən öncə məhz belə bir yerdə, bir ocaq başında fırlanmamı dəfələrlə xəyalımda canlandırmışdım. Bu sevinci bizə daddıran şəhidlərimizin ruhu şad olsun. Onların önündə min ehtiramla baş əyirəm. Onlar hər cürə hörmətə, izzətə, mükafata layiqdirlər. Sən də sən kimi pəkdən olsan, sən də saf topa yarlarla zəlillik ürəyə ağrılar salar, zülmə dözənlərin sonu xar olar. Tikan təkçiyində yarağını, o vaxt qucaqlarsan gül budağını, insanı sarsılar göz yaşına alə, ah çəkən, of deyən yetməz kəmalə. Yaşa şair! Sağ ol. Həkim yatıb, həkimlə rahat eləməyin. Artıq sabahdır. Dünəndən bəri hər sözümüzə şeirlə cavab verən, Nizami Gəncəvinin pərəstişkarı olan bu dostumuz haqqında ayrıca danışacağam. Onun adı Ramindir. Sanıram onsuz bu səfərin dadı duzu əskik olardı. Güzelliğe bak. Ona bak, tam o yüzden bak. Bu manhal oraya bak, oraya görüyor, ona bak. Sen de tutacağım oraya. Oy, ay harda burada manhal bak. Niyə siz bura qorxmadınız Asus kimi aya gələcək bunu şaqqalayıb aparacaq? Ya görürler, şu gelsin. Dağlar bizi kalmadı. Şəlbə dərəsi buradır da yəni. Şehirlə babını şahidir, sal bayır, uzun yol, sil yazmış dökən, sizi gözlərimdən oğurladı çən. Hə. Elə zənn elədi, bədnəzərəm mən. Çəkildi qarşımda yollarımda. Ata, yumurtanı qaynadaq mı, yoxsa yağda bişirəyim, nə tərsin? Ha? Adam nasıl bir şey çek. Belə ki, sən atasından mən istifadə edəmirəm. Dostlar, Nizaminin sözüyle başlayıram. Döyüşdə məclisdə bir yerdə olsan, heç zaman ayrılmayaqsın dostlardan. Məclisdə keyfi kök damağı çağ ol. Siyasət məclisi qurulsa fəqət, orada hər yetinə vermə fürsət. Yanında hərzə söz danışmasınlar, səni də hörmətlə salmasın onlar. Yeməyi yemə dəniz kimi tək, yediyin olmasın acı dəniz tək. Bulaq ol, çox olsun gəlib sənin, dursun qulluğunda közələr sənin. Acgöz olma, sən deyildi bu saray, yalnız bir çörəklə alacağım pay. Bizdə fətrə qani olsan, düşün, günəşdən ki artıq deyilsən. Bulut kimi damcı ilə su al dənizdən, verəndə bol-bol ver, səxavətlə sən. Saxla əndazəvi qədərlə sayla, biraz ye, biraz yığ, biraz da payla. Bu cür yeyib, yığıb paylasan, bu dünyada sənə xoşbəxt deyərlər. Sağ ol şair, sağ ol. O kitabda, həmin o rast kitabında Məmməd Arazın bir şeiri var. Ona deyir, baxdıqca dağlara, dərələrə mən qəribə fikirlər başıma gəlir. Bəzən ilk baxışda xoşa gəlməyən uçqunlar yamanca xoşlanır. Bir də görürsən ki, dağ dərəsində uçqunlar təzə bir təzad yaradır. Min illik təzadlar mənzərəsində uçqunlar yeni bir həyat yaradır. Ayırır bir dağı bir dağdan uçqun, qarın göz yaşını selə döndərir. Qartal yuvasını dağdan uçqun, bir quzu sonalıb gölə döndərir. Birdir qabağında ağ da, qara da, palıdı bələsə çatıb aparır. Ən güclü sayılan qayaları da gücsüzlər içinə qatıb aparır. Uçqundan bir qulaq gəlir dərəyə, uçqun bir talanın sönən yazıdır. Uçqun təbiətdə nəyinsə nəyə,
təbiət dilində etirazı çox gözəl şeydir. Sağ ol, sağ ol. Əsl Doğrudan da bağlar- gözəl. Uçqun da bir etirazı təbiətə. Uçqun sağ ol. təbiətin etirazıdır. Təbiət obyektiv qanunları yaradır da. Uçqun bir talan, uçqundan məsələn gölün yaranma tarixi. O bilirsiniz də, Bəli. yəni qabağı kəsilir uçqunla əlaqədar, gəlir orada göl yaranır. O gözəlliyi. Kəndin hər nemətdən yenə var payı. Qayanın kəkotu, dağın qar payı. Uzanıb yatdığım çəmən, çarpayı. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Xəyalım bulud tək buradan ötəndi. Soruş saçındakı odan nədəndir? Yanmayıb qəlbimi yandıran təndir. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Yaşa. Hər yan cənnət olar, qəşəng baxsalar. Bağban can yandırsa, qəşəng baxsalar. Ay qəşəng həyətlər, gözəl bağçalar. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Burada yəhərlənib mindiyim bozdaş. Kövrəlmə ürəyim, tab gətir, tablaş. Ömrümün ləzzəti aköhnə damdaş. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Vurğundur bu yala yamaca əmvər. Meyl edər yarpıza, umaca əmvər. Ayquz otaram balaca əmvər. Nə yaxşı görüşdük, nə yaxşı yenə. İmanlar kəndinə gəlmişik, nə yaxşı da gəlmişik. Hoş gəlmişik, var ol, çox sağ ol. Həmişə vətəndə. Orada ay səsi gəlirdi, indi uşaqlar ora gedirlər. Aynen ardınca gelir. Ne bırakayım? Yeri göstereceğim. Bozuk burada değil. Ay gördük arkadaş. Ceyran da gelir bura. Gel bak bura. Bak Ceyran buraya gel. Gel bak gel bak. Özünde kardı böyle. Bak bak burada elim çık özüne vurdu. Böyle ayağın yere vurdu. Ne geliyor bir daha? O aynı görsəydin, aynı bir güləşsəydin o olacaq yani. Aynen. Ay geldi bir tane bura bakayım. Yere yok böyle. Orada geldi. Aynen qışqırtısını eşitdik ya. Üstünde ne mi? olur. Möcüzədir hər birisi. Gözəlliyə bax hə. Burada hər mənzərə min xatirə danışır. Hər mənzərə heyranlıq doğurur. Bitki örtüyü o qədər zəngindir ki, dərman bitkilərini sayıb qurtarmaq olmaz. Səmasında qızıl quşlar, qartallar süzür. Meşəsində neçə çeşid quş var, heyvan var, bilən yoxdur. 30 il ərzində insanın toxunmadığı bu torpaqlar öz ilkin təravəti ilə yaşayır. Aylar meşənin qoynunda gəzir. Ceyranlar insan nadanlığından xəbərsiz otlayır. Qartallar, qızıl quşlar səmada qıy vurur. Şəlvə. Bu gördüyünüz yol. Ağacları altından suları axan bir cənnətdir. Həqiqətən bir cənnətdir. Azərbaycan 3000 şəhid verdi. Minlərcə gənc əlsiz, ayaqsız qaldı. Ondan ötürü ki, bu yerlərə bir daha ayaq basa bilək. İstəməliyik. Təbrizimizi, Zəngəzurumuzu, Borçalımızı, Vallahi Turanı qurmalıyıq. Qarabağda çəkməliyik. Bəli. Çəkmədim özüm qala, çıxdım ki izim qala. Salamlayıram bütün dostların hamısını buradan. Çox sağ ol. Hadi eləmişəm. Kımızı! Kımızı adam. Heç kəsə tabi deyirəm. Şükür, əlhamdülillah Allah'ım buyuruyor. Turanın əskəriyəm, Qarabağ fəhləsi.
könüllü dövlət adamıyam. Bax, sənə bir söz deyim. Bəli. Mən inşallah gələcəm sənin yanına bir dəfə. O ki, yaradıcılıq işləri görmüsən, məsələn, heykəllər qoydurmusan, abidələr tikdirmisən. Onları mənə həm göstərəsən, Bəli. həm də tarixçəsini danışasan ki, niyə etdin bunu. Bəli. O işləri göstərəcəksən. Mən də onu bu ölkədə ən azından deyəcəm ki, baxın, bu adamı tanıyın, bu adam kimdir? Bəli. Mən ona görə onu eləyirdim ki, sülh yolu ilə torpaq alınmır, qan yolu ilə alınır. Biz o şəhidlərin, memar kimi şəhidlərə heykəllər qoydurmağımız, sağlam cəmiyyət üçün, internet orqan saxlamağımız, orada yetişdirməyimiz, biz Qarabağımızı qanla keçdiyini görürdük. Madəm və göz ona görə deyil, irəlini görür. Bilin ki, qanla alınacaq. Deyirlər ki, sülhlə alınacaq, yalan da oldu. Tarixdə elə bir şey yoxdur. Bugünkü gündə də qanla aldıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bax, bu da bu niyyətlə verilir. Yəni, bu şərhə ehtiyacı yoxdur. Nəticə varsa, Xudu müəllim demişkən, sınağa ehtiyac yoxdur. Çox sağ ol, çox sağ ol. Eşq olsun qardaşlarımıza. Biz azadıq. Çox şükür ki, torpağımızda nərə çəkirik. Sağ ol müəllim, sağ ol, sağ ol. Laçın günü izlərimə həyan qal. Orada qalan közlərimə həyan qal. Dodağını oğrun baxan bir maral, göy bulağa söykəyəndə an məni. Çəmənləri oxşayanda küləklər, göydən yerə həsəd çəkər mələklər. Baş yurtdakı qoxlanmamış çiçəklər, həsrətimdən pörşüyəndə an məni. Yalqız əlik qatar daşda dayanıb, bərədəki hənirtidən oyanıb, güllələrdən güllə kimi yayınıb, mux tökəndə, tövşüyəndə an məni. Çalbayırdan sürü kəndə enəndə, mələrtidən dağlar, daşlar dinəndə, bir anasız quzu yerə sinəndə, yetim-yetim köyşüyəndə an məni. Payız gələcək yasa batar binələr, tənhalıqdan yer uçunar göymələr, yurd yerində elsiz qalan çeşmələr, üşüm-üşüm üşüyəndə an məni. Qohum bildim, qardaş bildim hər dağı, pirim oldu, şah verdilər ocağı, yalmanına yatdığım at şərçağı, uznuyanda, kişniyəndə an məni. Şahmarından əlin üstsə imanlar, gümanımı puç eləsə gümanlar, Borboroğlu dərəsinə dumanlar, ahım kimi çökşəyəndə an məni. Şahmar Ələkbərzadə 1981-ci ildə bu şeiri yazıb. Ayağında bir balaca yer yerə, başma olam, dolaq olam dağlara, ya da çəkib sinəsində cücərdə palud olam, qovaq olam dağlara. Yaddaşımın xatirələr, kötəklər, yaddaşımda pöhrələnər kötüklər, qaydanda yol verməyə qədiklər, bir bəxtəvər dustaq olam dağlara. Çaşqın dövran əməlini azdı mı, daş kitaba qanlı tarix yazdı mı, kövrətmirəm, öccə dərdi azdı mı, bir yandan da mən dağ olam dağlara. Dağlar oğlu, dağa qoyma yağını, aldatdılar, uzaq sandıq yaxını, əritmişəm ürəyimin yağını, ay batanda çıraq olam dağlara. Könül, eylə duyduğunu saf çürük, bu dağlardan ayrı keçən ömür yük. Bir yer versin balasına ömürlük. İstəmirəm qonaq olam dağlara. Bu şey
48 yaşında dünyasını dəyişmiş Kəlbəcərli balası Ənvər Rızanındır. Allah rəhmət eləsin. Nurunu dolduran Allah idi. Biz de buranın Dembe şalalesi koyduk. Dembe göz şalalesi kardeşler. İnşallah arzusu da bunu hak edecek kayalarımıza da. Bu indən beri gəlsin nesillerde gelsin burada dincelsin. Dembe göz şalalesi, Dembe şalalesi. Laçın Bey, Reis yalımızın yanında mütəssik edirəm. Balığı umar dünyada. Bəs niyə yüksəkdən iner şəlalə? Dur getsin. Ne Umar Mellim? Hər kəs yüksəkliyi umar dünyada. Hər kəs yüksəlmək. Bəli, Bəs niyə yüksəkdən iner şəlalə? Balıq dağını sonra tutasın. bəli. Elməsə yüksəlməz. Bəli. Həzrət Yusuf quyuya düşməsəydi, Mısırın padişahı olmazdı. Yol ver, Türk'ün bayrağına yol verebilir yanımızdaki. Bizim yolumuz Turan'dan geçiyor. Tutardı ne tayı? Karabağ Feresi geçiyor. Sağ olun. Helalik kardeşler. İçim doludu. Onu nasıl yarım tutası kesirim kardeşler. Mecburam. Təbiət də zarata tabidir. Zərurət var kardeşler, məni incidirlər ki, kameranı kes. Kəsirəm kardeşler. Gün ortaya az qalmış İmanlar kəndindən dostumuz İlqarın doğulduğu Qovşaq kəndinə yola düşdük. Bu kənddə 3 çay qovuşur. Ona görə adı Qovşaq. Kənddə bir neçə turş su bulağı var. Birini bu çayın içərisində gördük. Orada 2 çay birləşir. Hamısı bulaqların suyudur bu. Bu da tuz sudur bak. Yerdən qaynayır. Suyun dadı çox ləzzətlidir yəni. Qazlı sudur. Eşk olsun Turan əsgərlərinə, Qarabağın memarlarına, Qarabağın fəhlələrine eşk olsun. Harda? Ay şu an ben görmürdüm ya. Kardeşler görsün turşusu. Bu çayın adı nədir? Kəlbə çayı, qaşan zaman. Kəlbə çayı. Sanki Habil çalır kamal. Kardeşler turşusudur bak. Bu nədir? Kardeşler turşuya bakın. Amal, doldurmalı. Bu çox malicəvidir. Ən büyük Kəlbəcərdəkindən bu büyüdür. Ha, bunu güzeldir. Bunun hələ dağ turşusu var oradan axı. O dağın əti, Allah onu içmək olur. Dağ O turşusu. icazə verin için. Bu turşudan kardeşler. Bir ağzadı kusu yiyeyim. Bak bu turşudan bir kuruşka için. Bir ovuc ister bəs eləyər. Ona bak. Bak suyunuzun görürsünüz gazdır bak. Kardeşler. Bak gaz. Bakın kardeşler görürsen. Gazlı görürsünüz suyunuzuna bakın. O turşudur. Azərbaycan, ana vətən, dilimizin şah kəlməsi, qəlbimizin ilk nəğməsi, səhər-səhər sənə salam vermək üçün doğar günəş, axşam-axşam sinəm üstə yanar atəş. Ana torpaq, sən bəşərin ilk məskəni, ilk beşiyi, qucağısan, Azıq adlı ocağısan. Yer üzündə ilk insandır Atəş oğlu Azər babam, od övladı, od giz nənəm. Əcdadımın od irsinin davamçısı bugün mənəm.
Kim bilir ki aramızdan neçə min il, neçə yüz min fəsil keçib. Mənə qədər o atəşi ürəyində gəzdirərək, bəbəyində gəzdirərək tam 7000, tam 777 nəsil keçib. Torpağının altda yatan, sinən üstə addım atan, qəhrəmanlıq yollarında yoldaş olan, yurdu sevən, yurtdaşına qardaş olan, övladların qoruyublar, qoruyarlar bu atəşi. Qoruyarlar sonsuza dək, dağlar dönüb düz olunca, düzlər dönüb dağ olunca, Azərbaycan torpağının son evladı sağ olunca. Vətən adlı əmanətin keşikçisi bugün mənəm, sabah oğlum, sonra nəvəm. Ancaq hələ bugün mənəm, oylağına obam desəm, Oğuz atam sevinəcək. Yaylağına yuvam desəm, Tomris anam sevinəcək. Torpağına yurdum desəm, məndən sübut istəyəcək. And içirəm şərəfinə, sinəm qalxan qolum qılınc dayanaram keşiyində. Gün çıxmasa, ay doğmasa, işıq zülməti boğmasa, şam düzəldib barmağından, təkcə mən yox, milyon milyon oğlun qalxıb boyu boyda kəfən istər o tutiyə torpağından. Azərbaycan qibləgahım, ilk ümidim, son pənahım, səndən ayrı həyat mı var? Qollarımda qandal olsa, ayağımda buxov olsa, yenə durmaz, dizin sürünərəm qucağına. Gözlərimə pərdə insə, işıq gələr, sürsəm sənin pak, müqəddəs torpağına. Ana yurdum, dırnağımla şumlayaram, alqanımla sulayaram sənin azıq torpağını. İgid əkib ər bitirirəm, sürdürmək üçün növrağını. Gün gələcək, az qalıbdır, yaz da, qəm də soğuşacaq. Azərbaycan bir əbədi istiqbala qovuşacaq. Ana vətən, bu müjdəni sənə özüm getirirəm. Sözlərimi şair oğlun Vahabzadə Bəxtiyarın şeiri ilə bitirirəm. Mən dünyanın bir parçası qitəsiyəm. Bircə yerdə ölüb ancaq min yerdə bitəsiyəm. Öz qayəmin öz səsini, qanadlanmaq həvəsini, ürəyimin nəğməsini çox ötmüşəm, ötəsiyəm, qüdrətimi sınamışam, öz-özümü ötəsiyəm. Günəş bayraq, göylər çadır, arzu mənə gendən baxır, necə olsa əvvəl axır, mən ona da yetəsiyəm, sınamışam qüdrətimi, öz-özümü ötəsiyəm, ötəsiyəm.
dincəldim o ki var, gəzdim o ki var. Cənnəti gözümlə görüb gedirəm. Nigaran qalmışdım öz ilhamımdan, köksümü şeirlə hörüb gedirəm. Qızların gözündən ocaq od üstə, kirpiklər nə əcəb yanmır od üstə. Qaraxal lalənin yaşıl ot üstə qanlı köynəyini sərib gedirəm. Çapdım ilhamımı min at yerinə, min köhlən yerinə, min at yerinə, həsrət qollarımı qanal yerinə, zirvədən zirvəyə gəlib gedirəm. Bulaqlar ağzımı balla yaxadı, daşların ürəyi necə yuxadı, Vüsalım hicranla əlbəyaxadı, qərib gəlmişidim, qərib gedirəm. Çayların yaxası məxmər səməni, nazladım, oxşadım çölü, çəməni. Dağlar duyuq düşsə buraxmaz məni, dağları yuxuya verib gedirəm. Ənvər Rza.